Salam, kanalımın değerli izleyicileri. Kanalıma yeni vloguma hoş gəlmisiniz. Bugün dənəli aş hazırlayıram. Bizim masallı zonasında donuqulu aş adı gedir. Kimlərsə dənəli aş deyə bilir. Sonra hədid aşı deyilir. Yəni 3 formada adı gedir. Burada artıq dənələrimi seçmişəm. Hazırdır, qaynayır. Qaynara düşəndən sonra bulgurla düyünü biraz sonra əlavə edirəm. Ən sonda da soğanı qovururam. Belə qaynar soğanı da əlavə edirəm götürənə yaxın. Sonra da quru alça, gavalı qurusunu əlavə edirəm. Süfrəyə verildiyi zaman turşuyla daha yeyəndə dadlı olur. Çünki turşusuz dadı olmur. Xanımlar, bugün paylaşdığım yeməklər 2 gün ərzində hazırladığım yeməklərdir. Çalışıram gündəlik bişirdiyim ev işlər, yeməklər paylaşım sizin üçün də. Nələrsə çəkə bilirəmsə, yəni montaj eləyib paylaşıram. Bugün oğlum oruç tutur. Allah bütün oruç tutanların, oruçların, namazların qəbul eləsin inşallah. O börəyi çox sevir. Ona görə onun üçün iftara börək hazırlayıram. Pendir doğrayıram. Göyərtim də kişniş, bir də şüyüddən ibarətdir. İspanaq olanda daha da yaxşı olur. İspanağım yox idi deyə bu 2 dənədən istifadə elədim. Belə əlimlə ovalayıram pendiri, ikisini birlikdə qarışdırıram. Pendirim duzludur deyə ona görə duz əlavə eləmədim. Bir balaca istiot əlavə elədim, bir də biber tozu. Xanımlar, xəmirim artıq hazırdır. Çox da gözlətmədim, 20 dəqiqə belə. Çünki droj yoxdur tərkibində. Xəmirimə gedir yarım stəkan süd, yarım stəkan ilıq qaynar su. İkisini birlikdə tökürəm qaba. Sonra yarım stəkan duru yağ əlavə edirəm. Sonra bir yumurta. Bunları çırpıcıyla biraz çırpıram, qarışır bir-birinə. 4 stəkan 250 ml stəkan un əlavə edirəm. Yumurta 2 ədəd istifadə elədim. Bir dənə yumurta, bir də ağını xəmirə vurdum. Bir dənə yumurtanın sarısını da üzəri üçün götürdüm. Belə kağız kimi çox gözəl xəmir olur, kövrək xəmir. Duz da əlavə edirsiniz xəmirinə. Gözə yarım mən etdim. Demək olar 1 çay qaşığı belə.
Üzəri üçün bir yumurtanın sarısı, bir xörək qaşığı süd, bir xörək qaşığı da duru yağ üçün birlikdə çırpıram. Sonra şotka vasitəsilə üzərinə çəkirəm. Artıq börəyimi göndərdim sobaya bişməyə. Qaynanam dovğa hazırlayırdı. Dovğa deyirəm, bizim cənub zonasında ayran aşı adı gedir. Biz 2 il öncə bu sarımsaqları əkmişdik torpaqda. Kökü qalıb, hər il özü üzünə çıxır. Qəşəng olur böyrək bişirəndə, dovğa bişirəndə, göy qutav hazırlayanda sarımsaqdan biraz da olsa yaşıl sarımsaq vuranda yeməklərə daha da gözəl dadı qatır. Ona görə biz dovğa hazırlayanda qaynatam xoşlayır sarımsağı bol olsun. Biz də gəlib buradan yaşıl qaynımgilin həyətindədir bu sarımsaq. Demək olar ki, bir həyətdəyik. Biz də əkmişdik deyə özü-özünə çıxır. Nerede? Mama. Ne inirsən? Hı? Oynayırsan? Ne? Elə eləmə, yıxılarsan. Gördün? Olmaz elə. Xanımlar, digər yeməklərimi hazır qoydum və uşaqlar kokletlə, bir də pürə istədilər. Kokletlə pürə xoşlayırlar. Hər zaman tez-tez hazırlayıram. İlk öncə kartoflarımı yudum, qoydum qaynadı. Sonra suyunu süzdüm. Üzərinə pul biber, duz, istiot, kərə yağı, bir də 1 stəkan süd əlavə edəcəm. Kartofları əzəndən sonra ən sonda südü əlavə edirəm. 1 çay qaşığı da sarı kök. Yəni rəngi dəyişsin deyə. Qızlar, səsimə görə üzr istəyirəm. Biraz qrip olmuşam canınızdan uzaq. Ona görə səsim belə çıxır. Toyuq əti ilə koklet elədim. Onunla pürəni xoşlayırlar yeməyə. Siz də iftar süfrələrinizdə hazırlayıb nuş edin. Göz haqqınızı halal edin. Sağ olun. Bugünlük bu qədər. Gələn bloklarda görüşmək ümidi ilə. Hələlik.